Salamlar bir daha. Bugün sizə həmçinin operant şərtlənmə nəzəriyyəsi haqqında məlumat verəcəyəm. Çox maraqlı nəzəriyyələrdən biridir. Bugün çox uğurla tətbiq olunur və bu yanaşma ümumiyyətlə şagirdlər üçün faydalı yanaşmalardan biridir. Bütün dünyanın dəstəklədiyi maraqlı nəzəriyyələrdən biridir. İlk öncə paylaşım edəcəyəm, ekran paylaşımı, ondan sonra isə izah edəcəyik. İlk öncə qeyd edək ki, operant şərtlənmə nəzəriyyəsi məşhur behaviorizm nəzəriyyəsinin bir qoludur. Hansı nəzəriyyə? Operant şərtlənmə nəzəriyyəsi. Behaviorizm sözü behavior sözündən götürülür, davranış nəzəriyyəsi deməkdir. Davranış nəzəriyyəsi. Bu da təsadüfi deyil. Çünki bu nəzəriyyənin ümumi olaraq mahiyyəti ondan ibarətdir ki, müəllim şagirdin davranışını dəyişmək imkanına malikdir. Bu, şagirdin fərdi xüsusiyyətlərindən asılı deyil, genetikasından asılı deyil, yəni nəsil kökündən asılı deyil, istənilən adamın davranışını dəyişmək mümkündür. Behaviorizm nəzəriyyəsini irəli sürən məşhur adam Watsondur. Amma bunun tərəfdarları kimlərdir? Pavlov, Skinner, eyni zamanda Bandura, hansı ki bundan əvvəl biz onun haqqında məlumat verdik. Eyni zamanda Thorndike və s. İndi sizə maraqlı olar deyə bir təcrübəni sizə diqqətinizə çatdıracağım. Görərsiniz ki, behaviorizm nəzəriyyəsi ümumiyyətlə davranışın necə dəyişilə bilən olduğunu izah edir. Pavlovu yəqin ki, tanıyırıq. Biz onu orta məktəbdə oxuyanda biologiyada olan təcrübələri ilə tanırdıq. Pavlovun maraqlı təcrübələrindən biri də siçanlar haqqındadır. O nə edir? Bir bankaya bir siçan yerləşdirir və onun üçün 3 knopka qoyur. Və nəzərdə tutur ki, bu knopkalardan biri basılanda mən siçana yemək verəcəyəm. 3 knopkadan ikisi aktiv deyil, biri aktivdir. Siçan birinci gün bütün knopkalara basır. İkinci gün bütün knopkalara basır, ancaq yemək knopkasına əli dəyəndə, belə deyək də, ona yemək verilir. Üçüncü gün artıq siçan dərk edir ki, yemək knopkası digər knopkalardan fərqlidir. Ona görə də aktiv olmayan knopkalardan bir daha istifadə eləmir, yalnız yemək knopkasını basır və ona yemək verilir. Bununla Pavlov nəyi ortaya çıxartdı? Deyir, əgər mən siçana öyrədə bildimsə ki, bu knopka yemək knopkasıdır, digərləri lazımsızdır, demək ki, hər bir insana da biz bunu öyrədə bilərik. Yeri gəlmiş, hazırda bu zaten həyata keçirilir. Məsələn, məktəbə şagird qəbul ediləndə bir şagirdən soruşuruq ki, abala, atan kimdir, anan kimdir, siz oxuyansınız, gəlin, siz oxuyan deyilsiniz, gəlməyin. Biz axı bunu demirik. Biz zaten bütün şagirdləri qəbul edirik. Demək ki, biz özümüz də məktəbdə genetikanı əsas götürmürük. Biz düşünürük ki, genetikasından asılı olmayaraq hər insanı davranışına görə dəyişmək mümkündür. Eyni zamanda, əgər xatırlayırsınızsa, mən sizə bir dərs vardı, onu keçəndə Koreyada bir nümunə göstərmişdim ki, Koreyada artıq dünyaya uşaq gələndən sonra 0 yaşdan etibarən onların tərbiyələndirilməsi ilə bağlı bağçalar fəaliyyət göstərir. Hətta icbari qaydadadır. Yəni, uşaq 0 yaşdan artıq bağça nəzarətində tərbiyələnməlidir. Bu nə üçündür? Genetika əsas deyil, davranışı biz yarada bilərik. Xoş davranışlı insanlar yarada bilərik. Bu, ümumilikdə bütün behaviorizmin fəlsəfəsini əmələ gətirir. Biz isə orta məktəbdə onu daha çox operant şərtlənmə qolundan danışacağıq. Operant şərtlənmə qolunu isə Skinner irəli sürmüşdür. Biz bugün sizə operant
şərtlənmə nəzəriyyəsini təqdim edəcəyik. Nəzəriyyəsi. Müəllifi Skinnerdir. Skinner də behaviorizmin tərəfdarlarındandır. Zaten operar şərtlənmədə həmin behaviorizmin daxilində bizə məktəbdə ən çox lazım olan qollardan biridir. İndi diqqətinizi operat şərtləmə nəzəriyyəsinə yönəltmək lazımdır. Ümumiyyətlə, mən sizin üçün bir məntiqi şəkildə bunu izah etməyə çalışacağam ki, fərqli bir izah olsun və həmişə yadınızda qalsın. Gəl belə danışaq. Biz bilirik ki, insanın davranışı iki cür ola bilər. Arzu olunan davranışlar var. Bir də nə var? Arzu olunmayan davranışlar. Biz arzu olan davranışı nə etmək istəyirik? Azaltmaq istəmirik ki, düzdür. Nə etmək istəyirik? Qorumaq istəyirik. Qorumaq istəyirik. Arzu olunmayan davranışı nə etmək lazımdır? Əlbəttə ki, azaltmaq lazımdır. Əla. Bunlar arasında biraz məsafədə verib. Deməli, iki cür davranış oldu. Arzu olunan davranış, arzu olunmayan davranış. Arzu olunan davranışı qorumaq istəyirik. Arzu olunmayan davranışı isə azaltmaq istəyirik. Aha. Arzu olunan davranışı, ümumiyyətlə qorumaq istədiyimiz davranışı gücləndiricilərlə qoruyuruq. Biz bunun adını qoyaq. Deməli, istifadə edəcəyik. Gücləndiricilər. Gücləndiricilər. Azaltmaq istədiklərimiz isə cəzalandırmalar adlanır. Cəzalandırmalar. Bunu ilk öncə yadda saxlayaq ki, deməli, qorumaq istədiyimizi gücləndiricilərlə qoruyuruq. Azaltmaq istədiyimiz isə cəzalandırmalarla azaldırıq. Gücləndiricilərin iki forması var. Eyni zamanda cəzalandırmaların da iki forması var. Gücləndiricilərdən biri adlanır müsbət gücləndirici. Müsbət gücləndirici. İkinci adı pozitiv. Bax, kitablarda pozitiv də görsəz eynidir. Eyni zamanda mənfi gücləndirici var. Mənfi. İkinci adı nədir? Negativ. Deməli, var müsbət gücləndirici, var mənfi gücləndirici. Qabağına G hərfi də yazın ki, biləsiz söhbət gücləndiricidən gedir. Bir də var, cəzalandırmalarda da həmçinin var. Müsbət cəzalandırma, müsbət cəzalandırma, bir də var mənfi cəzalandırma. Demək, bir daha xatırladırıq. Biz arzu olunan davranışı qorumaq istəyiriksə gücləndiricidən istifadə edirik. Gücləndiricilər müsbət və mənfi gücləndirici olur. Eyni zamanda arzu olunmayan davranışı azaltmaq üçün cəzalandırmalardan istifadə edirik. Cəzalandırmalar da iki cür olur. Müsbət cəzalandırma, mənfi cəzalandırma. İndi isə gəlirik əsas məqama. Hansı ki, açar sözləri mən təqdim edəcəyəm və onunla da həmişə sizin yadınızda qalacaq. Müsbət gücləndirici necə olur? Uşaq həmişə dərslərinə aktiv yanaşır, yaxşı yanaşır və yaxud səmərəli iş ortaya qoyur və yaxud bizim dediyimiz tapşırıqları vaxtında yerinə yetirir. Bu nədir? Arzu olunan davranışdır. Demək, müsbət bir hadisə baş verdi. Biz bu müsbəti daha da gücləndirmək üçün, daha da daimi eləmək üçün biz uşağı nə edirik? Məsəl üçün, bir olimpiyadaya göndəririk. Elə bir ki, müsbət fəaliyyət əlavə edirik. Yəni, müsbət bir iş görüb, bir dənə də müsbət fəaliyyət ona qoşuruq ki, bu fəaliyyət daimi olaraq qalsın. Biz buna deyirik müsbət gücləndirici. Yaxşı oxuyan şagirdi müəllim götürür, olimpiyadaya yazır. Uşaq düşünür ki, mən yaxşı oxuduğuma görə müəllim məni olimpiyadaya göndərir. Bu nədir? Müsbət gücləndiricidir. Uşaq daha da bu davranışı qoruyacaq gələcəkdə və daha da bunu azaltmayacaq. Bəs mənfi gücləndirici nədir?
Şagird həmişə dərsə hazırlıqlı gəlirdi. İlk dəfə hazırlıqsız gəldi və düşündü ki, müəllim məni indi tənbih eləyəcək, məni danlayacaq, mənə töhmət vuracaq. Axı mən dərsə hazırlıqsız gəlmişəm. Müəllim isə bunu görməzdən gəlir. Buna nə deyirik? Güzəşt edir. Güzəşt edir. Müəllim güzəşt edir. Uşaqsa fikirləşir. Axı müəllim məndən deyinməli idi. Axı məni danlamalı idi. Demək ki, bunu etmədi, mənə güzəşt elədisə, mən daha gələcəkdə bir daha bu səhvi etməməliyəm. Demək ki, biz buna nə deyirik? Mənfi gücləndirici. Və indi siz haqlısınız, düşünə bilərsiniz ki, müəllim axı hər uşağa güzəşt eləyəndə uyğun gəlmir. Mən sizinlə razıyam. Bu hər şagird üçün deyil, istisna hallardır. Həmişə pozitiv, həmişə müsbət nəticələr olan şagird bir dəfə istisna olaraq dərsə hazırlıqsız gəlir və yaxud bir dəfə hər hansı bir pis hərəkətini görürsünüz, güzəşt eləyirsiniz. Uşaq görür ki, müəllim mənə güzəşt elədi və o hadisəni, o hərəkəti bir daha təkrarlamır. Demək, mənfi gücləndiricinin açar sözü nədir? Güzəşt etmək. Gəldik cəzalandırmalara. Cəzalandırmalarda biz dedik ki, arzu olunmayan davranış baş verirsə, bu zaman cəzalandırmalardan istifadə edirik. Məsələn, şagird dərsə hazırlıqsız gəlir, müəllim üçün bu xoş hadisə deyil, mənfi hadisədir. Artıq bir dəfə yox, bir neçə dəfə təkrarlanıb. Yəni, güzəşt eləmək effekt verməyib. Müəllim bu zaman müsbət cəzalandırmadan da istifadə edə bilər. Müsbət cəzalandırma nədir? Bir fəaliyyət əlavə edir. Əlavə etmək sözü cəzalandırmaya, yəni müsbət cəzalandırmaya aiddir. Əgər xoş bir hadisə baş versəydi, müəllim əlavə etsəydi, bu müsbət gücləndirici idi. Pis hadisə baş veribsə, müəllim bir fəaliyyət əlavə edirsə, bu gedir müsbət cəzalanma. Məsələn, necə ola bilər? Uşaq həmişə dərsə hazırlıqlı gəlirdi, ancaq bugün gəlib tapşırıqları yerinə yetirməyib. Müəllim keçən dəfə ona güzəşt elədi, bu dəfə yenə təkrarlanıb. Müəllim ona deyir ki, sən bu dərsdən sonra qalarsan, evə getməyəsən, bu dərsdən sonra qalarsan dərsdə, mən sənə əlavə vaxt verərəm, sən bu tapşırığı yerinə yetirərsən, sonra evə gedərsən. Demək ki, dərsdən sonra saxlamaq yox idi planda, proqramda da yoxdur. Müəllim nə edib? Əlavə edib. Və yaxud testdə görəcəksiniz, uşaq dərsə gecikir, müəllim onu valideynə zəng edir. Bu da nəyə aiddir? Müsbət cəzalanmaya aiddir. Çünki planda yox idi, proqramda yox idi, ancaq müəllimin zəngi əlavədir, prosesə əlavədir. Biz bunu adlandırırıq müsbət cəzalandırma. Yaxşı, bəs mənfi cəzalandırma necə olur? Mənfi cəzalandırma daha nisbətən sərt hesab oluna bilər. Yəni, bu digərlərinə nisbətən. Müəllim şagirdin hansısa hüququnu əlindən alır. Hansısa hüququnu əlindən alır. Məsələn, şagird tapşırığı yerinə yetirmir, müəllim bütün yolları yoxlayır, şagird yenə yerinə yetirmir, müəllim şagirddən şərt kəsir. Deyirsən, əgər gələn dəfə deyək ki, dərsə hazırlıqsız gəlsən və ya tapşırıqları yerinə yetirməsən, sənin tənəffüsdə çıxma hüququnu əlindən alarım. Şagird də razılaşır. Şagird deyir, bəli, əlbəttə razıyam. Yəni, ən haqlı yol budur. Bu şəkildə dialoq gedir. Günlərin bir günü həmin şagird sözün əsl mənasında ilişir və müəllim onu yadına salır. Yadına düşürmü? Sən demişdin, tənəffüsə çıxmaq hüququn olmayacaq. Təsəvvür edə, müəllim sinifdə yoxdur, qapı da açıqdır, şagird isə sinifdədir və fikirləşir. Mənim tənəffüsə çıxma haqqım yoxdur. Çünki mən cəzalandırmışam, mənim haqqım çatmır tənəffüsə çıxmağa. Və görüldüyü kimi qapı açıqdır, müəllim orada yoxdur. Və şagird özü də dərk edir ki, onun haqqı çatmır, hüququ çatmır ki, bugün tənəffüsə çıxsın. Niyə? Çünki indi söhbət həmin tənəffüsdən gedir. Daha demirəm, bütün məktəb boyunca bütün tənəffüslər çıxmır, yox. Sadəcə bir nümunədir tənəffüsə çıxmamaq və yaxud müəllim onu 1-45 dəqiqə saxlayır, evə getmək hüququnu əlindən alır. Bax, 45 dəqiqə saxlamaq əlavə fəaliyyət kimi olanda müsbət cəzalandırmadır. Yoxsa testdə yazsa ki, evə getmək hüququnu əlindən aldı, yoxsa tənəffüsə çıxma hüququnu əlindən aldı, bu gedəcək mənfi cəzalandırma. İndi burada maraqlı bir məqam var. Maraqlı məqam odur ki, bax burada mən qeyd edirəm qırmızı hərflərlə.
Bu nəzəriyyədə bütün cəzalar və ya mükafatlar böyük hərflə təklif oluna bilər. Yəni, məcbur oluna bilməz. Məsələn, müəllim qapını örtsün, səni çölə buraxmıram, uşaq qapının arxasında qapını döyəcləsin ki, məni çölə buraxın. Bu artıq operant şərtlənmə deyil. Operant şərtlənmə könüllü təklif olunan mükafatlandırmalardan, könüllü təklif olunan cəzalandırmalardan ibarətdir. Əgər müəllimlə şagird arasında münasibətlər müsbətdirsə, dialoqlar ədalətlidirsə, müəllim, yəni şagird öz müəlliminin obyektivliyinə, şəffaflığına inanırsa, güvənirsə, zaten müəllimin dediyi yollar şagirdə təklif kimi gələ bilər və o təklifi dəyərləndirə bilər. Bu oldu operant şərtləmə nəzəriyyəsi. Sizə ən çox testdə düşən hissələr hansılardır? Situasiya verəcəklər. Gördünüz ki, müsbət bir hadisə baş verib, müəllim həmin müsbətdə daha bir müsbət bir şey qatıb və şagird həmin müsbət bir şeylə daha da güclənir. Müsbət gücləndiricidir. Və yaxud mənfi bir hadisə baş verib. Məsələn, müəllim sinifə gələndə görür ki, uşaqlardan biri heç gözləmədiyi halda kağızdan top düzəldir, sinifdə top-top oynayır. Sinifdə o top-top oynama toz qaldıra bilər, bu mənfi hadisədir, düzdür? Müəllim burada onu görməzdən gələ bilər bu dəfə. Sadəcə gözünə baxa bilər, heç nə deməyə bilər. Uşaq sadəcə özünü yığışdıracaq və bir daha da bu hadisəyə, belə deyim də, hadisəni törətməyəcək. Müəllimin bu güzəştli şagirdi möhkəmlətdi. Yəni, əsl davranışını möhkəmlətdi. Biz buna deyirik, mənfi gücləndirici və ya negativ gücləndirici. Və yaxud müəllim mənfi bir hadisə görür, ona bir əlavə fəaliyyət edirsə, mənfiyə görə əlavə fəaliyyət varsa, bu müsbət cəzalandırmadır. Mənfi hadisəyə görə hər hansı hüququnu əlindən alırsa, bu gedir mənfi cəzalandırma. Buraya qədər kimin sualı var? Kimə nə aydın deyil? Aynur müəllimə. Aydındır müəllim. Ceyhuna müəllimə. Hər şey aydındır, çox sağ olun. Burada sadəcə bunu əgər yadda saxlamaq istəyirsinizsə, bunu bu şəkildə yadda saxlayın. Arzu olunan davranış qorumaq istəyirik, gücləndiricilər. Arzu olunmayan davranışı azaltmaq istəyirik, cəzalandırmalar. Açar sözlərini də qarşısına yazmışam. Müsbət fəaliyyətə əlavə etmək müsbət gücləndirici, güzəşt eləmək mənfi gücləndirici, mənfi hadisədən sonra bir fəaliyyət əlavə ediriksə müsbət cəzalandırma, mənfi hadisədən sonra hüququnu əlindən alırsa, bu gedir mənfi cəzalandırma. Bu oldu operant şərtlənmə nəzəriyyəsi haqqında. İndi isə mən buranı silirəm və sizə digər növbəti və sonuncu nəzəriyyəmizi təqdim edirəm. Bizim bugün sizə təqdim edəcəyimiz, ümumiyyətlə bu ilki çərçivə sənədində nəzərdə tutulan ən son proqrama əlavə olunmuş nəzəriyyə seçim nəzəriyyəsidir. Bu da maraqlı nəzəriyyələrdəndir. Qoy adını yazın. Seçim nəzəriyyəsi. Bu da çox maraqlı nəzəriyyədir. Bunu Amerikalı psixoloq William Glasser irəli sürüb. Bu nəzəriyyə nədən bəhs edir? Davranışın fərd tərəfindən hissləri və ehtiyacları əsasında etdiyi seçim olduğunu, yəni xarici şərait tərəfindən müəyyən edilmədiyini irəli sürür. Və bu maraqlı yanaşmadır. Mən bunu burada qeyd edeyim. Yəni, davranışlar fərd tərəfindən hissləri və ehtiyacları əsasında etdiyi seçimdir. Yəni, insanın davranışı, insanın öz daxilinin hissləri və ehtiyacları əsasında etdiyi seçimdir. Və hətta bu nəzəriyyə deyir ki, xarici təsirlər əsas deyildir. Və görürsünüz,
Bu da maraqlı bir yanaşmadır. Yəni, insanın davranışı onun daxilindəki hisslərlə ehtiyaclarını yaratdığı bir seçimdir. Xarici təsirlər əsas deyildir. Seçim nəzəriyyəsinə görə insanların 5 əsas ehtiyacı var və həmin 5 əsas ehtiyac insanların davranışını əmələ gətirir. Deməli, 5 əsas ehtiyac vardır. Mən bunu başqa rənglə göstərim. 5 əsas ehtiyacı vardır. Bu ehtiyaclar hansılardır? 1. Sağ qalma. Sağ qalma ehtiyacı. Baxın, adi bir misal göstərəcəm. Məsələn, müharibə. Müharibədə mən heç kimə güllə ata bilmərəm. Mən heç adi bir qarışqanı belə incitməmişəm deyən adam bir də görürsən düşmənin 5-ini, 6-sını öldürür. Niyə? Üz-üzə qalırlar. Ya bu sağ qalacaq, ya o sağ qalacaq. Sağ qalma ehtiyacı səni hərəkətə keçirir. Heç etmədiyin şeyləri eləmək istəyirsən. Bu heyvanlarda da belədir. Məsələn, adi bir misal göstər. Əgər evdə pişik saxlayırsınızsa və pişik saxlayanları tanıyırsınızsa, pişik biraz incitəndə nə edir? Cırmaqlayır. Niyə cırmaqlayır? Sağ qalmaq istəyir. Elə bilir ki, onun sağlığın üçün təhlükə yaratmış olursan. Boğulan insan saman çöpündə də yapışar. Hətta 2 dost bir yerdə, deyək ki, başına bir iş gəlirsə, bəzi əksər hallarda bir dost sağ qalmaq üçün o biri dosta artıq əhəmiyyət verməməyə də başlayır. Bu nədir? İnsan canlıya xas olan xüsusiyyətdən biridir. Sağ qalma istəyi. Sağ qalma ehtiyacına nələr aiddir? Onu da mən sizin üçün qeyd edeyim. Bura aiddir qida. Bura aiddir sığınacaq, yəni yaşayış yeri. Sığınacaq, yəni ev. Buraya aiddir fiziki rahatlıq. Fiziki rahatlıq. Məsələn, məşhur əgər Maslow piramidasını bilirsinizsə, Maslow piramidasında birinci şərt nədir? Fizioloji tələbat. Məsələn, deyək ki, bir nəfərin dişi ağrıyır. Mən sonra danışıram ki, bir imtahanı belə getdi, sertifikasiya imtahanı belə gəldi. İnan ki, ona heç bir söz təsir eləmir. Niyə? Bu dəqiqə axı canı ağrıyır. Onun fiziki rahatlığı yoxdursa, qalan heç bir şey onu maraqlandıra bilmir. Bizim başımız ağrıyanda heç bir şey öyrənmək istəmirik. Səhhətimiz pis olanda ən vacib işləri də atırıq ki, əsas can sağlığıdır. Çünki adam zaten canında ağrı olanda başqa bir şey düşünə bilmir. Bu birinci ehtiyacdır, sağ qalma. Ona görə biri o birinə arzu diləyəndə can sağlığını hökmən diləyir. Çünki can sağlığı birinci məsələdir. Digər məsələlər bundan sonra yaranır. İkinci ehtiyac adlanır sevgi və deməli mənsubiyyət ehtiyacı. Bu nə deməkdir? Seçim nəzəriyyəsinə görə bunu bəzən ən mühüm ehtiyac hesab edirlər. Şagirdlərlə müəllimlər arasında münasibətlərin qurulması üçün bu çox vacibdir. Müəllimlər və yaxud həmyaşıdları tərəfindən sevilməyən, qəbul edilməyən şagirdlər çox güman ki, öyrənmə prosesini pozacaq şəkildə davranırlar. Yəni, biz əgər xatırlayırsınızsa, biz sizə fasilitasiyanı keçəndə dedik ki, orada ümumiyyətlə fəal təlimin 4 dəy mexanizmi vardı, fasilitasiyadan da əvvəl. 4 dəy mexanizm vardı. Biz nə edirdik birinci? Biz problemli vəziyyət yaradırdıq, sonra diyaloq yaradırdıq, sonra müəllimin fasilitatorluğu var idi. 4-cü addım demişdik ki, bütün bəndlərlə gedir. Bu nə idi? Hörmət və etibar. Yəni, biz bütün uşaqlara hörmət və etibarla yanaşmağı bacarmalıyıq. Uşaq bizdən sevgini, bizim onun üçün narahat olduğumuzu hiss etsə, o zaman o daha çox dərsə maraq göstərəcək. Yox, əgər hiss etsə ki, biz bu şagirdi sevmirik, sevgi duymur biz tərəfdən və nəticədə dərsi pozan şagirdlər qrupuna aid ola bilər. Üçüncü ehtiyac gedir, güc ehtiyacı. Bu da sizin üçün çox maraqlı ola bilər. Deyir ki, əgər siz şagirdlərin bilik bacarıqlarını, deyir ki, həyatının keyfiyyətini artıran bilik bacarıqlarını inkişaf etdirməsəniz, o özünün varlığını nə ilə göstərə bilər? Davadalaşla, kobudluqla.
Əgər sinifinizdə elə bir şagird varsa ki, hələ kobudluq edir, hələ dalbadalaş salır, hələ ondan uşaqlar narazıdırlar, bu uşaqları araşdırın. Görərsiniz ki, həmin uşaqlara siz həyatın inkişafı ilə bağlı, keyfiyyətlərin inkişafı ilə bağlı yanaşma etməmisiniz. Və həmin uşaq fikirləşir ki, mən də varam və mən bunu necə göstərə bilərəm? Gücümlə, nəyisə sındırmaq, nəyisə dağıtmaq, kimisə döymək, hətta oğurluq da buna aiddir. Demək, hər kəsin güc ehtiyacı var. Güc ehtiyacı o deməkdir ki, yəni mənim varlığımı tanısınlar və qeyd eləsinlər, mən də varam. Məni də, belə deyim də, insan yerinə qoysunlar, məni də insan kimi saysınlar. Qərar verirlərsə sinifdə, bütün şagirdlər kimi mən də bu qərarda iştirak eləməliyəm. Bu daha çox şəxsi inkişaf, sosial bacarıqları daha çox ehtiva elətdirir ki, müəllim qərar verəndə bir var sinifdə 2 nəfərlə məsləhətləşsin, bir də var ki, bütün uşaqlarla məsləhətləşsin. Bütün uşaqlarla məsləhətləşəndə güc ehtiyacına əmələ gəlir, yəni ödənmiş oluruq və nəticədə uşaqlar kobudluq etmədən dərsdə fəal işlə gedə bilirlər. Dördüncü ehtiyacımız adlanır azadlıq ehtiyacı. Bunun mahiyyəti adətən müdrik seçimlər etməkdədir. Yəni, insanlar seçimlər edir. Biz əgər uşağın seçimlərinə imkan verməsək, demokratikliyə əməl etməsək, o zaman uşağın azadlıq ehtiyacı ödənməmiş olacaq. Kitablarda qeyd olunur ki, müəllimlər şagirdlərə onların akademik və sosial inkişafı ilə bağlı sahələr və məsələlər haqqında seçim etmək imkanları yaratmalıdır. Hətta nümunə də göstərir. Onların oturacaq yerlərinin təşkili, birgə öyrənmə fəaliyyətləri və layihələr üçün komanda üzvlərinin seçilməsi, tapşırıqların seçimi, biz onsuz demişik ki, diferensial yanaşma nədir, inklüziv təhsil nədir? Hər kəsin özünə görə fərq qoymaq, hər kəsin özünə görə fərdi yanaşmaq. Biz elə diagnostik imtahanı niyə edirik? Şagirdi tanımaq üçün. Niyə tanıyırıq? Təlimi fərdiləşdiririk, diferensial yanaşma edirik. Niyə onların seçimləri vacibdir? Çünki hər insanın azadlıq ehtiyacı var. İstəyirsiniz ki, nə isə özü seçsin. Bu evdə də belədir, ailədə də belədir. Övladınızın nə qədər seçimini özünüz eləsəz, o qədər mənfidir. Onun özünə də seçim imkanı vermək lazımdır ki, bu azadlıq ehtiyacı ödənmiş olsun. Nəhayət 5-ci ehtiyac adlanır əylənmə ehtiyacı. Bir sıra təcrübələri əhatə edir. Buna xüsusilə sevinç hissləri, məmnunluq hissləri, həzz almaq hissləri, yumor, şənlik və s. daxildir. Ümumiyyətlə, oyun oynamaq hər bir insan üçün maraqlıdır. Körpə uşaqlar kukla ilə oynayır, gəlinci ilə. Böyük uşaqlar, yəni böyük insanlar nə oynayır? Nərd oynayır, domino oynayır. İnsan istənilən halda oyuna maraqlıdır. Hər bir insanın qəlbində oynamaq ehtiyacı var. Bu yaşdan asılı deyil. Biz bəzən necə fikirləşirik? Bu insanlar yaşlıdır, biz oyun oynasaq bunlar üçün maraqsız olar. Əgər həmin oyunda iştirak onları fiziki cəhətdən yormayacaqsa, yəni sağlamlıq imkanlarına uyğun gəlirsə, onlar da bu oynamaqdan zövq ala bilərlər. Biz bunu deyirik əylənmə ehtiyacı. İndi təsəvvür edin, siz sinifdə ümumiyyətlə təlim üsullarından istifadə eləmirsiniz. Uşaq əylənib öyrənmək istəyir. O zaman nə baş verəcək? Dərsi pozacaqlar. Siz sinifdə şagirdə sevgi ilə yanaşmırsınız. Əlbəttə şagird dərsi pozacaq. Siz şagirdin fikirlərinə ümumiyyətlə yaxın gedmirsiniz və yaxud şagirdin saymırsınız dırnaq arası. Bu şagirdə güc ehtiyacı var axı. O məcbur dərsi pozaraq mən də varam demək fikrini ortaya qoyacaq. Və bu 5 ehtiyaclar təməl ehtiyaclardır. Əgər siz bilsəz ki, insanlar seçim nəzəriyyəsi deyəndə bu 5 əsas ehtiyacdan yola çıxır, siz bu 5 ehtiyacı şagirdləri üçün yaratmalısınız. Onları təmin etməlisiniz ki, istədiyiniz sinfi, istədiyiniz şagirdləri belə deyim də, yarada biləsiniz və onları əhatə edə biləsiniz. Biz buna deyirik seçim nəzəriyyəsi. Seçim nəzəriyyəsi ilə yanaşı müxtəlif yanaşmalar da mövcuddur. Elə fürsət düşür, onu da mən sizə təqdim edim. Yəni, biz seçim nəzəriyyəsində gördük ki, uşaqların hərəkətinə seçim zamanı elementlər təsir göstərir.
Bununla yanaşı bir qeydimiz də var. Şagird davranışın idarə edilməsi ilə bağlı müxtəlif yanaşmalar vardır. Onlardan ən populyarı, ən vacibi adlanır əməkdaşlıq və proaktiv həllər. Bunu irəli sürən nümayəndə belə deyim, Ross Green adlı nümayəndədir. Ross Green. Ross Green yanaşmasına görə, əgər insanların davranış problemləri varsa, bu problemlər iki səbəbdən yarana bilər. Bu səbəblərdən birincisi belədir. Tələb olunan bacarıqlar lazımi səviyyədə deyil, ya da həll edilməmiş hansısa problem qalıb. Deməli, əgər bu iki haldan biri əgər yaranarsa, əlbəttə ki, əməkdaşlıq pozula bilər, şagird davranışında problemlər yarana bilər. Ona görə də bu yanaşmada 3 əsas addım təklif olunur. Əgər istəsəz ki, sizin sinifdə, məsələn, əməkdaşlıq və proaktiv həllər yanaşmasını əmələ gətirəsiniz, bunun üçün, bunu da başqa rənglə göstərim, 3 addım təklif olunur. Birinci addım adlanır empatiya qurun. Yəni, şagirdin perspektivini başa düşün, özünüzü onun yerinə qoya bilin ki, bu cür niyə yanaşır, bu cür niyə düşünür. Birinci, bunu həll etməlisiniz. İkinci mərhələ, problemi müəyyənləşdirin. Üçüncü mərhələ isə adlanır əməkdaşlıq. Yəni, siz şagirdlə birlikdə bu problemin həlli üçün əməkdaşlıq edirsiniz. Yəni, onun yanında olmaq. Empatiya qurursunuz, problemi müəyyənləşdirirsiniz, amma problemi aradan qaldırmaq üçün də əməkdaşlıq qurursunuz. Mən sizə bir nümunə göstərəcəyəm. Həmin nümunədə görərsiniz ki, həqiqətən də biz nədə səhv edirik, nə üçün bu problemlər var. Məsələn, deyək ki, burada səhv məqsəd və həll yolları verilir, kitabla tanış olanda görərsiniz. Məsələn, orada deyir ki, uşağın məqsədi var. Başqalarını, xüsusilə müəllim və yoldaşlarını məşğul etməklə onlarda xüsusi diqqət qayğı gözləmək. Bu zaman uşaq inanır ki, mən yalnız diqqət çəkəndə və ya xüsusi qayğı görəndə özümü aid hesab edirəm, mənsub hesab edirəm. Mən yalnız səni mənimlə məşğul etdiyim zaman önəmliyəm. Gizli mesaj bəs nədir? Uşaq əslində demək istəyir ki, mənə diqqət yetirin, məni cəlb edin, sizə qoşulmaq istəyirəm. Bu zaman müəllim nə etməlidir? Diqqəti minimuma endirmək, davranışa məhəl qoymayın, yaxınlıqda durun, qeyd götürün. Yəni, siz bu zaman uşağa çox diqqətli yanaşa bilməzsiniz. İkinci, şagirdin diqqətini yayındırın. Yəni, imkan verməyin ki, bu halla gündəmə gəlmək istəsin. Ona sual verə bilərsiniz, fəaliyyəti dəyişdirə bilərsiniz. 3. Uyğun davranışı dəstəkləyin. Yəni, görsəniz ki, onun davranışı həqiqətən müsbətə doğrudur, təşəkkür edin, təbrik edin. 4. Şagirdi hərəkət etdirin. Yəni, şagirddən başqa oturacaqda oturmasını xahiş edin. Şagirdi düşüncə kreslosuna göndərin. Bu nə deməkdir? Düşüncə kreslosu nə deməkdir? Bəzən onu tək bir stola göndərirsən ki, sən ged orada əyləş, bu məsələni özün üçün aydınlaşdır, birazdan səni dəvət edirəm, fikri bildirəsən. Bunun adı nədir? Düşüncə kreslosu. Demək, bu onu göstərir ki, uşağın əslində məqsədi, yəni, diqqətli olmağı da onun üçündür ki, müəllim buna diqqət göstərsin və bu uşağı da cəlb etsin. Demək ki, sən əgər uşağı cəlb etmirsən, uşaq belə yanlış məqsədlərə düşə bilər. Burada çoxlu istiqamətlər var. Məsələn, burada bir dənə nümunə var. Uşaq düşünür ki, güc nümayiş etdirməklə nüfuz qazanmağa çalışmaq. Yəni, deyir ki, mən gücüm olsa, mən daha çox nüfuz qazana bilərəm. Yəni, onun gizli mesajı odur ki, mənə kömək edin, mənə seçimləri verin, özümü bacarıqlı hiss etmək istəyirəm. Və bu zamanda da müəllim soyuqqanlı olmalıdır, gərginlik və qarşıdurmadan yayınmalıdır.
davranışları ilə mütləq razılaşmadan perspektivlərini, hisslərini və narahatlıqlarını tanımaq lazımdır. Yəni, ola bilsin, uşağın təklif etdiyi variant uyğun deyil. Siz bunu qəbul etməyin. Amma bunun üçün narahat olduğunuzu bildirin. Time-outdan istifadə. Mən sizə time-out haqqında keçmişdim. Görsək ki, çox mübahisə böyüyür. Time-out mədəniyyəti yaradır konfliktə idarə edilməsi üçün. Dağıdıcı davranışın nəticələrini aydın şəkildə təsvir edin. Yəni, uşağa bildirin ki, sənin bu cür davranışın hansı nəticələrə səbəb ola bilər. Və nəticədə həmin şagirdi qazanmaq lazımdır. Gördüyünüz kimi, biz bu cür hərəkətlərə proaktiv həllər və ya əməkdaşlıq və ya proaktiv həllər deyilir. Yəni, proaktiv nə deməkdir ümumiyyətlə? Biz isə keçmişik. Proaktiv o deməkdir ki, müəllimin öncədən planı olur. Müəllim bilir ki, belə bir hal olsa, belə davranmalıyam. Reaktiv həll nədir? Dərhal cavab verməli olursa, nələri edə bilmərəm, qırmızı xəttləri müəyyənləşdirirsən. Ancaq biz burada proaktiv həllərdən danışırıq ki, yəni müəllim öncədən planlaşdırmalıdır. Birdən şagird belə edərsə, mən ona necə həmlə göstərməliyəm, necə ona yanaşmalıyam. Necə yanaşmalıyam ki, vəziyyəti düzəldə bilim, şagirdin də qəlbini qırmayım, şagirdi də qazanım, sinifi də qazanım, sinifdə də sakitçilik yaradım, sinifi idarə edə bilim. Və bütün bunları edə bilirsə, demək, onda artıq proaktiv həllər vardır. Dəyərli müəllimlər, görürsünüz ki, biz bugün seçim nəzəriyyəsindən başladıq, əməkdaşlıq proaktiv həllər mövzusuna qədər gəldik. Bu nəzəriyyələrin oxşar cəhəti, istər operant şərtlənmə olsun, istər seçim nəzəriyyəsi olsun, istərsə də sosial öyrənmə nəzəriyyəsi olsun. Bunların hamısının bir dənə məqsədi var ki, sinifdə şagird davranışını idarə etmək. Biz əgər bunlardan xəbərimiz olarsa, şagirdi daha yaxşı idarə edə bilərik. Yox, əgər xəbərimiz olmazsa, davranışlarda kobudluq yaranacaq və biz də səhv strategiya seçə bilərik. Qazana biləcəyimiz şagirdi itirə bilərik. Bizim nəzərimizdən qaçan şagird cəmiyyət üçün gələcəkdə potensial təhlükədir. Biz gələcəkdə mütləq doğru seçimlər edə bilən, dəyərləri olan, sağlam qərarlar verə bilən, düşünməyi bacaran, vətənsevər insanlar yetişdirməliyik. Gələcəyə bu lazımdır. Bizim bu vəzifəmizdir. Ona görə bu nəzəriyyələri bilib yerinə yetirmək lazımdır. Bu da adlanan sonuncu nəzəriyyəmiz seçim nəzəriyyəsi. Onun daxilində isə izah elədik əməkdaşlıq və proaktiv həlləri, Rosbergin yanaşması. Və bir detalda deyim, bir var tərif, bir də var təşviq. Tərif odur ki, tamamlanmış nailiyyətə görə bir mükafat verirsən, tərifləyirsən. Təşviq isə cəhdin qəbul edilməsidir. Yəni, təşviq odur ki, sənin bu cəhdin uyğundur, biz sənin cəhdini qəbul edirik. Tərif isə mükafat kimidir. Yəni, biz demişik ki, rəğbətləndirmədə ən yüngül rəğbətləndirmə forması tərifləmədir. Bu da sadəcə məlumat üçün sizə dedim ki, siz bunu da diqqətdə saxlayasınız. Belə, dəyərli müəllimlər, bizim bugünkü izahımız bundan ibarətdir. Ümid edirəm ki, həm operant şərtlənmə nəzəriyyəsi, həm onun aid olduğu behaviorizm fəlsəfəsi haqqında məlumatınız oldu, həm də seçim nəzəriyyəsi haqqında məlumatınız oldu. Qeyd edin ki, seçim nəzəriyyəsi son illər aktualdır, əvvəlki illər miqdə və yaxud sertifikasiyada nəzərə alınmayıb. Bu qədər. Kimin sualı varsa burada da verə bilər. İndi vaxtımız yekunlaşmaq üzrədir. WhatsApp qrupuna da yaza bilər və çalışacaq ki, bu dərsi də yerləşdirək. Kimin sualı var? Mənim yoxdur. Aha. O zaman bəli, varsa sualın Aynur müəllimə verə bilərsiniz. Yoxdur müəllim, çox sağ olun. Ceyhun müəllimə sizin? Xeyr, mənim də yoxdur müəllim. Aha. Hələlik Ceyhun müəllimə biz sizə də uğurlar arzulayırıq. İstənilən halda biz ikinci gün görüşəcəyik. Sizin imtahanınız ondan sonradır. Yəqin ki, uğurlu olar inşallah. İnşallah. Bizim bu qədər əziyyətinizə, bu qədər zəhmətinizə inşallah dəyəcək. Oldu müəllimlər, hələlik biz sizinlə görüşərik. WhatsApp-da nə sualınız olsa yaza bilərsiniz.